Yəni heç belə nəfəs almaq mümkün deyil ha. Yəni nəfəs almaq mümkün olsa dərsənə. İnanın ki, elə bilginən ki, daha nə biləm, adamı o dünyalıq eləyir, qoyur. İmişliləri o dünyalıq eləyən, rayonu bürüyən kəskin idi. Sakinlər günün müxtəlif saatlarında peyda olan bu idən artıq təngə gəlib. Bu İmişlidə, bu bizim buranın, bu evdə, ailəli, uşaqlı, necə deyim, evdə yata bilmirik, idə. Bütün rayona kimi gedir o. O günlər şey dedim, icra hakimiyyətin qabağına, düz ora kimi gedir bu ev. Kəskinin hardan qaynaqlandığı haqda fərqli fikirlər var. Azadlıq radiosuna danışan sakinlərin çoxu mənbə olaraq şəkər zavoduna hədəf göstərdi. Ekologiya Nazirliyi, Səhiyyə Nazirliyi hara baxır? Gəlsinlər saat 3-4 radələrində bu rayon mərkəzi, bu şəkər zavodunun buraxdığı bu qaz şunat yiyisinə özləri də bir nəzər yetirsinlər. İyin şəkər zavodu ilə bağlı olduğunu təkcə sakinlər demir. Hələ 2010-cu ildə bu rayondan seçilmiş deputat İltizam Əkbərli zavoddan atmosferə zəhərli qaz buraxıldığını parlamentdə səsləndirmişdi. Məsələ ilə bağlı Azərsun şirkətinə məxsus olan şəkər zavodunun keyfiyyətə nəzarət şöbəsinin müdiri Tamila Şahbazova Azadlıq radiosuna danışdı. Bizə deyirlər ki, şəkər zavodunun qoxusu bizi öldürdü. Amma şəkər zavodunun qoxusu, heç bir qoxusu yoxdur. Çünki biz bütün o regenerasiya vasitəsilə həmən qazları regenerasiya edirik və yenidən istissalata veririk. Ona görə də bizdə atılan su, atılan heç bir şey olmur. İstissaldan atılan. Atılan su olur, o da ki buxardır, kondensat halında. Kondensat da təmizdir. Həmən kondensatın buxarı olur. O da soyutma qülləsinin üzərindən havaya qalxır. Başqa bir burada proses getmir. İyin mənbə götürdüyü ərazidə quşçuluq fabriki də var. İmişli Quşçuluq MMC-nin direktor əvəzi Gözəl Səfərova bildirir ki, əgər quş əti istehsal olunan müəssisələrdən belə kəskinlik yayılsaydı, onda gərək ölkə bütünlüklə üfunət içində olaydı. Biz eyni zamanda çalışırıq ki, istehsalla yanaşı ətraf mühitə də ziyan vurmayaq. Respublikada belə müəssisənin sayı 70-ə qədərdir. Yəni bizim müəssisə və qeyri-müəssisələrdən hələ indiyə qədər elə bilirəm ki, narazılıq edən olmayıb. Müəssisəmizdə istehsal zamanı əmələ gələn tullantılar müəssisədə fəaliyyət göstərən ütül sexi vasitəsilə utilizasiya olunur. Yəni ətraf mühitə heç bir ziyan vurmur. Gündüz olur, gələcək axşamı, xüsusən saat 10-dan gecə saat 2-yə kimi. İmişli şəhərinin Depo məhəlləsində yaşayan təqaüdçü Tahir Səmədov bu ərazidə iyin, araz konservləşdirilmiş şirələr və konyak zavodundan mənbə götürdüyünü bildirir. Müəssisənin keyfiyyətə nəzarət üzrə direktor müavini Gülağa Aslanov deyilənləri təksib edir. Zavodda ara konyak spirti və sok istehsal edirik. İstehsal etdiyimiz məhsullar hamısı keyfiyyətlidir. İstehsal etdiyimiz məhsulların tullantıları ekoloji cəhətdən ekologiyaya heç bir mənfi təsir göstərmir. Çünki biz o zərərsiz, əgər olarsa biz o zərərsizləşdiririk. Tullantılar hamısı zərərsizləşdirir və onu heyvan yemi kimi biz heyvanlara, məsələn, bizim heyvanlara yardımcı təsərrüfatımız var, onlara o heyvandarlığa yönəldirik. Bir qrup rayon sakini aidiyyatı dövlət orqanlarına kollektiv müraciət ünvanlayıb. İmişli rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Safa Ağayev bildirir ki, ciddi tədbirlər görülür və onun nəticəsini əhali yaxın günlərdə hiss edəcək. Hazırda İmişlidə kanalizasiya və ətrafdakı müəssisələrdən çirkli suların axıdıldığı 6 kilometrlik kanalın qazıntısına başlanıb.